Sabahınız xeyir, necəsiz? Biz də şükür Allaha yaxşıyıq. Mən də uşaqları durğuzdum. Yeməyini verdim, səhər yeməklərini verdim. İndi biraz evləri yığışdıracağam. Sonra bugün aş pişirmək istəyirəm. Bəlkə də siz deyirsiniz ki, siz nə qədər aş yeyirsiniz, amma yox da. Yəni ki, mən bir aydan bir, ya belə 25 gündən biri belə pişirirəm. Yəni tez-tez pişirmirəm. Amma ki, video yükləməkdən bəlkə belə tez-tez yəni sizə gələr, amma elə deyil də. Yəni bir aydan bir, 25 gündən bir belə pişirirəm. Tez-tez pişirmirəm. Yəni evdə də hər kəsin xoşu gəlir deyilən mən pişirirəm. İndi uşaqları durğuzdum. Yeməklərini də yedizdirdim. İndi yerləri yığışdıracağam. Bir də keçən videonun altında bir xanım yazmışdı ki, siz çölə sirkələdiniz, sizdə qonşular acıq gəlmir. Zibil deyəndə ki, mən yazdım, əslə qalsa. Xanım da çox sağ olsun. Naşitdə oldu. Çox sağ olsun. Amma ki, mən yenə də sizə göstərmək istəyirəm ki, bizim bu binada 2 mərtəbə bizdən aşağı adam yaşamır. Remonta veriblər evlərini. Ona görə yəni burada, həm də mən burada zibil atmadım da. Yəni mən elə bir insan deyiləm ki, mən buradan zibil atım. Sadəcə bu güllərin çiçəklərini bəlkə də dəsmal sirkələmişəm. Xanım da elə bildi ki, mən zibil atmışam, amma yox, zibil deyil. Buraya bir-iki dənə kafelin üstünə güllər, ləçəkləri tökülmüşdü. Mən onları bəlkə sirkələmişəm, xanım onu deyirdi. Amma yox, mən yəni elə bir insan deyirəm ki, mən buradan zibil töküm. Mən sizə göstərmək istəyirəm. Xanıma əslində qalsa demişəm. Burada yəni bu pəncərədən heç kim paltar sərmir. Sizə göstərdim. Görsənmir. Amma ki, pəncərədə heç kim paltar sərmir. 2 mərtəbə aşağıda 2 mərtəbə aşağıda remonta verirlər, adam yaşamır. Həm də mən pastellləri də özünüzdə həmişə mən sizin üçün də çəkmişəm bir neçə dəfə. Pastellləri mən yataq otağımız tərəfdən sirkələyirəm. Bizim bu sol tərəfdə paltar sərirlər. Deyirəm ki, paltarın üstünə yəni pastelin tozu düzgün toz olmasa da yəni yenə də pasteli yəni sirkələmirəm. Ədyalıdır pasteli sirkələmirəm. Ki bu tərəfdə yəni sol tərəfdə balkondan paltar sərilir. Ona görə mən yəni elə şeyləri həmişə riayət edən xanımam. Yəni heç vaxt elə bir şey eləmərəm. Xanım da yanlış anlamışdı, amma mən yenə də çəkdim ki, yəni bu tərəfdə yəni əslində qalsa yazmışdım. Xanım da çox sağ olsun, anlaşdı, yanaşdı. Yəni amma ki mən yenə dedim ki, çəkim. Onlar da başqa xanımlar da oxuyur yorumları. Yəni mən istəmirəm ki, məni yanlış anlayasınız. İndi mən tez buraları yığışdırım, tozlarımı siləcəm inşallah. Belə. Uşaqlar üçün kokteyl hazırladım. Mən burada vurmuşam banan, süd, bir də vişnə. Uşaqlar belə meyvələrdən xoşları gəlir. Biz yoldaşım meyvə almışdı, belə hazırladım. Mən Ayşənin ayağın yerlərini sərgiyə salanda sizin üçün çəkə bilmirəm. Çünki ayağının kravadı gərək mən əyilib yığışdıram. Ayşənin kravadı yığışdıranda gərək mən yuxarı çıxıb yığışdıram. Ona görə yəni çəkə bilməm. Çünki görünüş yaxşı olmur. Onun üçün mən çəkmirəm sizin üçün. Belə hərdən belə ədyallarını sərgiyə salanda sizin üçün çəkirəm. Amma belə çəkə bilməm. Bir dənə Süleymanın yatağını sərgiyə salanda çəkirəm. O çünki yəni rahatdır mənim üçün, amma qızların kravatı yox, rahat deyil. Ona ki mən sizin üçün çəkə bilmirəm. Həmişə belə yəni sərgiyə salandan sonra ədyalları da sizin üçün çəkirəm ki biraz
ver. Bir də parkın otlarını təmizlə. Ola bilər ki, otçalan maşın səsi gələ bilərsə, sizi narahat edə bilər. İndidən sizdən üzr istəyirəm. Sizə bunları göstərmək istəyirəm. Anişana bir dənə şalvar almışam. 6-cı gün Anişa gəzməyə gedəcək. 6-cı gün Anişa gəzməyə gedəcəklər. Müəlliməsi gəzməyə aparacaq. Bir dənə Anişana belə şalvar aldım, cins şalvar aldım. Anişan belə modelləri çox xoşlayır. Belə boş xoşlayır Anişan. Belə dar paltolar sevmir. Anişan geyinən deyil. Xoşlamır. Ayan əksinə, Ayan xoşlayır. Amma Anişan yox. Belə bir cins şalvar aldım. Bir dənə belə köynək aldım. Bu da boşdur. Belə rahat bir köynəkdir. Qəşəng materialı var. Bir dənə belə köynək aldım. 2 dənə naski almışdım. Corab almışdım. Bir ayağına geyinib indi. İnşallah 6-cı gün olar pikniyə gedəcəyik. İnşallah.
Belə. İndi tez bu otaqları da yığışdırım. Otaqları da yığışdırıb qurtardım. Polunu da sildim. Bütün otaqları yığışdırdım. Buranı da yığışdırdım. İndi bacılarım deyəsiniz ki, bu Ayşəm bu da evdə deyildi. Bu da evləri göstərmirdi. Yoldaşım dedi ki, Ayşəm çöldə bir işimiz var idi. Yoldaşım dedi ki, gedək Ayşəni o həlləyək. Sonra sən öz işini gör, mən də öz işimi görüm. Ona görə yoldaşımla getdik, o işimizi həllədik. Uşaqları dərsə qoymuşdum. İşimizi həlləyib sonra evə gəldim. Evdə yeməyimi bişirdim, axşam yeməyimi bişirdim. Bir saatlıq işimiz var idi. Saat da 2-nin yarısı idi. Getdim onu həlləyib gəldik. Şimdi ben aşağı pişirmeye başlayacağım inşallah. Sekiz stəkan düyü elədim. 8 stəkan bizə sabaha da qalır. Ona görə biraz da artıq edirəm ki, sabaha da qalsın. Biraz da artıq qalmışsa fikirləşdim ki, ben bunu niyəm saxlayıb. Bunu da əlavə elədim. Onsa daha pişirməyəcəm. İnşallah bir də qəbəldə pişirəcək. Bir də bura gələndə bir də Allah qoysa sentyabrda burada pişirəcəm. Burada daha pişirməyəcəm. Çünki daha havalar da isinir, adam çox belə yeməklər istəmir. İndi adam pomidor yumurta istəyir, göyərti istəyir, sonra lobya istəyir, belə şeylər istəyirik biz. Badımcan, pomidor belə qızarmış istəyirik. Yəni adam belə çox ət yeyə bilmir, bir ağır yeməklər çox yeyə bilmir, adam istəmir. Dedim axırıncı dəfə qoyub bişirim. Biraz malate əlavə elədim, bir də kət çorbası elədim. Çünki bilirəm ki, bəzi izləyicilər deyəcək ki, niyə yəni ikisi bir yerdə pişirdiniz, amma ki yaxşı olur. Yəni o heç bir fərqi olmur. Yəni heç bir yəni dadları bir-birinə keçmir. Sadəcə mən uşaqlara görə mənim uşaqlarım malate yemirlər deyənə çox aşla bir yerdə malate yemirlər. Ona görə mən uşaqlara görə kət çorbası da qoydum ki, qoy uşaqlar da ətdən yesin.
Bunları da yığışdırıb qurtardım. Açdı dəmə qoydum. Qablardan hamısını silib yerinə yığdım. İndi oturub bir çay içeyim. Sonra kişmişi, qaysını, turşunu bişirəcəm inşallah. Süfrəni də açdım. Allah verəndən qoydum. Aşım da hazır oldu. Əslində kasa qazmaq belə yanmayıbdı. Bilmirəm telefondan belə niyə qara görsənir. Göz haqqınızı halal. Bir də belə çay içməyə rulet pişirmişdim. Yoldaşım da güllər almışdı. Uşaqlar da güllərlə bəzədib qıraqlarını. Mən sizlərlə sağollaşıram. Allah'a emanet olun. İnşallah gələn videolarda görüşənədək. Mənə dəstək olmağı unutmayın. Bir də bacılarım sizdən bir xahiş edəcəm. Bir də mənim kanalıma baxanda reklam gələndə bir dəqiqə xahiş edirəm. Bir dəqiqə reklama baxarsınız əziz izləyicilərim. Sizdən bunu xahiş edirəm. İnşallah mənə dəyərli izləyicilərim, mənə dəstək olarsınız. Allah sizdən razı olsun. Allah'a emanet olun. İnşallah gələn videolarda görüşənədək.